Euzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Elhamdülillahi rabbil alamin ve salatu vesselam ala Resulillahil amin ve ala alihi tahirinel masumin. Ve la'nu daim ala a'daihim ve mukri fezailihim ve gasibi hukukihim ecmaîn minel ana ila yevmiddin. Rabbi şrah li sadri ve yessir li emri ve hlul ugdeten min lisani yefkahu kavli. Mübarək Cümə günü də Allah inşallah ibadət taatlərimizi qəbul eləsin və yadınızdadırsa keçən cümə biz bir mühüm bəhs başladıq. Bu mübarək aylarda, Şaban ayında insanın acizliyi mövzusu və qeyd elədik ki, insanın eləyə biləcəyi ibadətlər içərisində eləyə biləcəyi ən böyük ibadətlərdən biri insanın öz acizliyini anlamasıdır. Və bunu da qeyd elədik ki, İnsanın aciz olmasını qəbul eləmək başqalarının müqabilində deyil. İnsan başqalarının müqabilində özün aciz bilməməlidir, potensiallı bilməlidir, cəhd eləməlidir. Qanun çərçivəsində, şəriət çərçivəsində bütün potensialından istifadə eləyə bilər. Amma insan Allahın huzurunda aciz olduğun, Allahın huzurunda zəif olduğunu anlamalı və başa düşməlidir. Və bunu anlayıb başa düşməsi elədiyi ibadətlərin içərisində ən böyük, ən zəruri ibadətlərdən biridir. Və qeyd elədik ki, bütün ibadətlərin, namazın, orucun, həccin və digər ibadətlərin hər birinin ən birinci insana öyrətmək istədiyi dərs insanın acizliyini anlaması və başa düşməsidir. İnsan acizliyin anlamazsa, insan acizliyin başa düşməzsə Allahın huzurunda ibadətləri onu cəhənnəmə aparacaq. İnsan ibadətləri ilə fəxr eləyəcək. İnsan Allahı özünə borclu biləcək. Quran-ı Kərimdə Hucurat surəsində neçə yerdə ayə var. Ayənin birində belə buyurur ki, Allaha dinini mi öyrədirsiniz? Bəzən insan olur ki, hökmlərin müqabilində, ayələrin müqabilində özündən bir versiya deyir, özündən bir nəzəriyyə deyir. Tarixin bütün dönəmlərində olub və olacaq bu tərzi təfəkkürə Allah sual verir ki, Allaha dinini mi öyrədirsiniz? Belə deyəndə bir qrup adam narazılıq eləyir ki, mən ibadət eləmirəm, mən namaz da qılmayacam, tərk eləyəcəm. Bunların da cavabında həmən Hucurat surəsində zahirən 12-ci ayədir. Ayə buyurur ki, onlar Allaha dinlərini minnət eləyirlər. Denən, Allaha minnət eləməyin. Allah sizə minnət eləyib, sizi hidayət eləyib, haqqı həqiqətlə sizi tanış eləyibdir. Yəni, insan acizliyin anlamayanda, başa düşməyəndə namaz qılmasın, oruç tutmasın, həccə getməsin, sair yaxşı əməllərin böyük bir şey hesab eləyəcək və Allahı özünə borclu biləcək. Bəli. Çoxlarımız Allahı özümüzə borclu bilirik, Peyğəmbəri özümüzə borclu bilirik. Nə çox gündəlik həyatda rastlaşdığımız insanlar ya öz başımıza hər hansısa bir çətinlik gələndə görürsən deyir ki, mən ki Allahın yolu ilə gedərdim, mən halal deyəndim, nə bilim, haram əl uzatmaram, amma mənim düşdüyüm çətinliyə bax, mənim düşdüyüm problemə bax. Mən namaz qılanam axı. Bu hamısında da olmasa mütləq əksəriyyətində insanın dinindən, namazından Allahın qarşısında minnət vasitəsi kimi istifadə eləməsidir ki, çox qorxuludur. Niyə belə eləyirik? Çünki acizliyimizi anlamırıq. Başa düşmürük ki, namaz və yaxud da digər ibadətlər mənim maddi və mənəvi inkişafım və tənəzzülünün qarşısını alması üçün əsas amillərdir. Allahın bundan ehtiyacı yox. Keçən cümədə bu barədə ətraflı danışdıq. Bugün də inşallah Tariq surəsinin 5-ci ayəsində növbəti bir ayət oxunuruq. O ki, ayə buyurur, əvvəldə qeyd elədim, insan zəif yaradılıbdır. Bu ayədə bir mərhələ artıq irəlini göstərir. Buyurur ki, Əuzu billahi mineşşeytanirracim, fəlyanzuril insan mimma xuliq. İnsan nədən yaradıldığına diqqət eləsin, nədən yaradıldığına baxsın. Əlbəttə, bu baxmağın mənası bu deyil ki, insan yaradıldığı o ilkin bir şeyi otursun laboratoriyada tədqiq eləsin, baxsın, axtarsın,
nə bilim, müəyyən məsələləri araşdırsın, təhlil eləsin, bu öz yerində, bu mütəxəssisin işidir. Hər kəsə bu asan iş deyil. Hər kəsin işi deyil ki, laboratoriyada oturub təhlillər aparsın. Ayə isə ümumidir. Buyurur, "Fəlyanzur el-insan mimma xulub." İnsan yaradıldığına, nədən yaradıldığına diqqət eləməlidir. Yəni oturub özlüyündə düşünməlidir ki, mən ki bu gün təkəbbürlənirəm, mən ki mənəm deyirəm bu günləri, mən nədən yaranmışam? Mənim əvvəlim nədir? Çünki tanıyırsan məni? Bəli, tanıyıram. Dialoqların birində keçir. Bilirsən mən kiməm? Bəli, bilirəm. Əvvəlin bir qətrə su, axırın da ruh bədəndən ayrılandan sonra üfunət verən bir cəsəd. Bütün insanların ortaq zahiri kimliyi, maddi tərəfi budur. Əvvəli də, axırı da məlumdur. İnsan maddi tərəfdə tüğyan eləsə, mənəviyyatı artıq ayaq altda getdi. İnsan diqqət eləməlidir. Xuliqə min main dafiq, insan axıb tökülən sudan xəlq edilibdir. Bu insana təhqir deyil, bu insana təhqir eləməz. Hərçənd ki, burada təhqirli də bir şey yoxdur. Bu insanın əvvəlinə, real yaradılışın əvvəlinə diqqətin yönəltməsidir ki, insan əvvəli unutma. Yaxud İnsan surəsində, Dəhr surəsində buyurur, "Həl ətə ələl-insana hinun minəd-dəhr ləm yekun şey'ən məzkura." Buyurur, insanın elə bir dövrü olub ki, xatırlanacaq bir şey deyildi. Həqiqətən çox mühüm ayələrdən biridir. Allah, bizim fərz eləyək hər birimizin müəyyən doğum günümüz var. Məsələn, bir adam 1950-ci ildə dünyaya gəlibdir. Bir anlıq fikirləşsin ki, 1948-ci ildə mənim adımdan əsər əlamət yoxdur, məni tanıyan yoxdur, məni xatırlayan yoxdur, məni ümumiyyətlə də yəni yoxdur, yoxun nə xatırlayacaqsan? Ayə buyurur ki, yadıva sal ki, sən bir zamanlar xatırlanası bir şey deyildin. Hələ mən güclü idim, qüvvətli idim, o idim, bu idim, bunu qoy kənara. Sən xatirələrdə yox idin, heç kəs səni tanımırdı, nə heç kəsin yadına düşmürdün və nə heç kəsdən də maraqlanmırdı. Və sonra da elə olacaq. 1950-ci ildə doğulan adam 2050-ci ildə yenə də həmən formada artıq yoxdur. Yenə də xatırlanmır. Övlad biraz xatırlayacaq, nəvə biraz, nəticə artıq ümumiyyətlə xatırlanmır. Bu insanın maddi tərəfidir. Bu insana yerin göstərən amillərdən biridir ki, insan gərək öz zəifliyini anlasın, öz zəifliyini başa düşsün. Bir dənə burada haşiyə olaraq bir mövzuya toxunmaq istəyirəm. Bəzən deyirlər ki, insan murdar sudan əmələ gəlirdi. Bu, alimlərin təhlillərinə əsasən yanlış sözdür. İnsan murdardan əmələ gəlməyib, insan nəcisdən əmələ gəlməyib. Bəli, şəriətdə müəyyən şeylər nəcisdir. Amma o nəcislərin sırasında qan da var. İnsan orqanizmində nə qədər qan dövran eləyir? Axır daim cərəyandadır. Şəriət də buyurur ki, əgər bir insanın namaz qılanın paltarında deyək ki, bir barmağın bölümündən böyük qan olarsa, onun namazı problemlidir, namazı batildir. Mənim nəinki bir bölümüm, mənim bədənimin böyük hissəsi neçə litrlər mənim qandır. Onda mənim namazım batildir kökündən. Onda mən ümumiyyətlə vücudan mundaram, nəcisəm. Nə qədər ki, qan öz məcrasında hərəkət edir və kənara çıxmır, bu özü özlüyündə təmizdir və kimsə ona nəsə deyə bilməz. Kimsə deyəməz, mənim hal-hazırda əlim, bədənim nəcisdir. Çünki qan öz məcrasında hərəkət edir, kənara çıxmır. Eləcə də insanın yaradıldığı maye özü özlüyündə, öz məcrasında hərəkət eləyərsə, tam təbiidir, kimsə o nəcis demir. Bəli, məcrasından kənara çıxarsa, artıq olur nəcis. Artıq olur öz təbirimizlə desək, mundar. Buna görə bu qorxulu sözdür ki, bir adam durub desin ki, insan mundardan əmələ gəlibdir. Peyğəmbər yaxsın, mən özümü çıxdım, falan kəsi çıxdım və Peyğəmbər, imam, Allahın böyük övliyaları, onların necə insan nisbət verə bilər ki, bunlar mundardan əmələ gəlibdir? Bu xətalı sözdür. Təhqir budur. Yanlış sözdür, qələt məşhur deyirlər də, məşhurlaşmış səhv söz. İnsan Quran-ı Kərimin heç bir ayəsində insanın bu
ayədən istifadə edərək onu təhqir olunmayıbdır. Və Allahın işləri xilqətində, insan xilqətində gördüyü işlərdən bir, təyin elədiyi yollardan biridir. Ona biz irad eləyə bilmərik ki. İnsan nədən yaradıldığına diqqət çəkilib. Qeyd elədiyim kimi, ayədə Tariq surəsinin 5-ci ayəsində, Səcdə surəsinin 8-ci ayəsində və yaxud da Yasin surəsində və zərəbələnə məsələn və nəsiyə xəlqə qalə mən yuhyil izamə və hiyərəmim. Bizə gəlir, deyir, misal çəkir, çürümüş sümükləri gətirir, atır Peyğəmbərin üstünə, deyir ki, bunları kim dirildəcək? Cavab belədir. Qul yuhyi həllədi ənşəha əvvələ mərrə. Mənim Peyğəmbərim onun cavabında denən, onu əvvəl yoxdan xəlq eləyən Allah təzədən yaratmağa qadir. Yəni, mövzu burada bir şeyin mındar təmizliyindən götürmür. Mövzu burada bundan gedir ki, insan yaradılışının əvvəlin başa düşsün, anlasın və görsün ki, mən çox zəif bir varlığam. Allahın qarşısında dayanacaq bir qüdrətin və qüvvə malik deyiləm. Bu insanın həm mənəviyyatında, həm ailəsində, həm cəmiyyətində yerin göstərən əsas amillərdən biridir. Əmir əl-Möminin Əli ibn Əbi Talib əleyhissalam buyurur ki, 2 dəfə sidik məxrəcindən xaric olan insanın təkəbbürlük eləməsi necə də pisdir. Bir halda ki, əvvəlin məlum, axırım da cansız cəsədin bir neçə saat artıq qalsa üfunət götürür yeri göyü, necə təkəbbürlük eləyir, necə zülm eləyir, necə başqalarını aşağılayır, necə başqalarının haqqını qəsb eləyir. Bu yaradılışın unudan insanlardır. Ona görə Qur'an-ı Kərim bu məsələyə xüsusi əhəmiyyət verir. Deməli, biz birincidə ümumi danışdıq ki, ayə buyurur ki, xuliqal insanu zaifa, insan zəif yaradılıbdır. Gəlir bu ayədə isə bugünkü cümədə bunu dedik. Tariq surəsi 5, Səcdə surəsi 8-ci ayədə insan nədən yaradıldığına diqqət eləsin. Nədən xəlq olunmasına diqqət eləsin. Bu insana həddin bildirən, yerin göstərən maddi sübutlardan biridir. Ki, insan təkəbbürlük eləmə, həddi aşma, ailəyə zülm eləmə, qonşuya zülm eləmə, cəmiyyətə zülm eləmə, özüyə zülm eləmə, çünki sən heç bir iş görə bilməzsən. Həzrət Loğman oğluna buyurur ki, oğlum təkəbbürlük eləmə, çünki sən dağları yaradan deyilsən. Sənin əlindən heç zad gəlmir. Keçən cümədə oxudu, bir qurtum su insanı boğa bilir. Bir qurtum su əgər insan nəfəs borusuna gedirsə, onunla da böyük bir insanın həyatı sona çatır. Belə olan halda insan necə təkəbbürlü olur? Belə olan halda insan necə Allahın hökmlərinin qarşısında dayanıb deyər ki, mənim ağlıma batmır, mənim məntiqimə düzdür və yaxud da şimdi gələn inşallah cümələrdə deyəcək, gəlsin Allahın hökmləri ilə idarə olunan bir işləri, məsələn məclisləri, toyu, yığıncağı, yası ya nəysə başqa bir şeylə müqayisə eləsin. Ondan irəli gəlir ki, insan hələ acizliyi ilə anlamayıb. Və dedim, insan deyəndə bəzən ümumə götürür ki, mənə aiddir. Bəli, birinci mən özümə deyirəm, danışdım. Və məni eşidənlər, sizlər də özünüzə gələ götürəsiniz ki, görəsən mən nə qədər özümü Allah qarşısında kiçik bilirəm. Özümü Allah qarşısında zəif bilirəm. Nə qədər görəsən mənim başıma hadisələr gəlsə, hansı hadisələr gəlsə, mən deyərəm ki, ilahə, mən namaz qılırdım, namazımı minnət eləyərdim. Allah rəhmət eləsin, böyük alimlərdən biri Bafiqi, Ayətullah Bafiqi adında bir şəxs olur. Bunu müəyyən bir hadisə olur, həbs eləyirlər, həbsxanada qalır və deyir ki, mən bunların mənə verəcəyi yeməkdən də imtina eləyirəm, yeməkdən də istifadə eləməyəcəm. Nəsə çox arıqlayır, əldən düşür, bir gün uzanıb, uzandığı halda artıq otura da bilmir, barmaqların tərpədir. Və Qur'an-ı Kərimin bu ayəsini oxuyur. Mə min dabbətin fil ərz illə ələllahi rizquhu. Yer üzərində elə bir tərpənən canlı yoxdur ki, onun ruzusu Allah öhdəsində olmasın. Yer üzərində tərpənən bütün varlıqların ruzusu Allah öhdəsindədir. Bunu deyir və bir hadisə olur, onun yeməyi gəlir, doyur filan. Sonradan çıxır zindandan, artıq can vermək məqamındadır. Görürlər, can üstə bu ağlayır. Deyirlər ki, niyə ağlayırsan? Sənin ki, ağlayacaq bir işin yoxdur, hər şey qaydasındadır. Ustad deyir, qorxuram qiyamətin günündə Allah mənə deyər ki, bir neçə gün mənə görə, mənim əmrlərimə görə əziyyət çəkdin, çətinlik gördün, ac qaldın,
Dərhal mənim qabağıma mənim sözümdən bir dəlil gətirdin, ayə gətirdin ki, tərpənən hər bir varlığın rozusu Allahın öhdəsinədir. Məgər Allah bunu bilmirdi, mən onun qabağında ayə gətirdim. Bilirsiniz, necə mərifət sahibi olan insanlar var, acizliyin anlayan insanlar var. Bəli, biz dua eləməliyik ki, ilahə səbr eləyə bilməyəcəyimiz imtahanla bizi imtahan eləmə. Və yaxud da verdiyin imtahanlardan uzaq çıxmağa bizləri müvəffəq elə. Bu duanı eləməliyik. Amma eyni zamanda da başa düşməliyik ki, biz əgər xilqətin əvvəlindən axırına qədər Adəmdən xatəmə məşhur deyimdə deyildiyi kimi oruc tutaq, namaz qılaq, nə zikr eləyək, yenə də Allahın bizə elədiklərinin müqabilində, Allahın bizə verdiyi nemətləri müqabilində elədiyimiz azdır və Allahın gücünün müqabilində də gücümüz zəif. Ən azından bunu bilək. Allah baqidir, insan fanidir. Baqi daimi qalıcıdır, əbədidir, əzəlidir. Fani isə aradan gedəndir. Aradan gedən fani olan əbədinin qarşısında necə təkəbbür eləyər? Bax, bu cümlənin sualı bu olsun. Özümüz düşünək və nəticə əldə eləyək inşallah. Allah hər birimizi Allahın huzurunda, öz huzurunda acizliyimizi dərk eləyənlərdən qərar versin inşallah. Esselamu aleykum və rəhmətullahi və bərəkətuhu.